Bəzən haqq olduğun üçün təkəbbür insan içində. Ustad Şahabadi vardı, alimi deyir ki, haqq əhlinin təkəbbürü var, haqq olmağın, haqq yolunun yolcusu olmağın. Mən fikir vermişəm, hərdən bizdə haqq yolundasan şükür elə. Haqq yolunda olan insanlarda bir bəla var, mən görmüşəm ki, cəmaata belə bir cür yuxarıdan aşağı baxır. Ay bədbəxtlər, ay biçarələr, yəni mən haqqı tapmışam falan. Haqqın təkəbbürü çox təhlükəlidir. Haqq olmağın təkəbbürü çox təhlükəlidir. Bəzən mübahisədə haqlı olursan, deyirsən, gördün necə otuzdurdum onun yerində. Olmaz elə eləmək. Haqq olduğu üçün möhtərəmdir. Sən haqlı olduğun üçün yox. Sən haqqı da özün üçün sevirsən. Sən mən haqqıydın. Yaxud da mənim getdiyim yol haqqdır. Məni çıxar buradan, haqqın özünə vurğun ol. Haqqın özünə, kimin tərəfində? O zaman haqqı kimdə görsən, özün batil olsan etiraf edirsən. Sən haqqı aşıqsan axı. Biri haqqı sənə göstərəndə, özün səhv olanda yenə elə sevinəcəksən. Nəinki kimisə məğlub eləyəndə ancaq sevinəsən. Bəzən məğlub olanda da sevinəcəksən. Çünki sən haqqı axtarırsan. Görsün ki, o haqqdır, sən batil, hansısa bir mübahisədə. O zaman onun haqqı olduğunu, onda haqqı tapdığın üçün sevinəcəksən. Çünki sən haqqı özün üçün sevmirsən. Haqqın özü üçün haqqı sevirsən. Bax, bu çox mühüm xüsusiyyətlərdir insanlarda.